Bu gecə inşallah o Babel Havaic hacətlər qapısı olan Əli Əsxərin qapısına gedəcək inşallah. Hər kəsin hacəti var, nəzərə alsın. Vallah, mən sizə bunu deyirəm, özdə Allaha and içib deyirəm. İmam Sadiq əleyhissalam buyurdu ki, hər kəs Allahı 3 dəfə and versə, desə ilahi, bidəmil məzlum, bidəmil məzlum, bidəmil məzlum, nə hacəti istəsə Allah verər. Dedilər, o məzlum qan hansıdır ki, deyir, ilahi, məzlum qana and veririk səni, məzlum. Dedim, məzlum qan o 6 aylıq körpə Əli Əsxərin qanıdır. Bu bütün imamlarımızın o ürək yanğısı ilə qarşılayıblar. Məsələn, İmam Baqir əleyhissalamdan yazırlar, deyir ki, İmam Baqir əleyhissalam nə vaxt bir dənə Bəni Əsəd qəbiləsindən birini görərdi, Hərməlaxı Bəni Əsəd qəbiləsindən olub. Haçan bir görərdi Bəni Əsəd qəbiləsindən, ona belə deyərdi. Deyərdi, siz Bəni Əsəd bizim qəlbimizi yandırmışsınız, ürəyimizi yandırmışsınız. Bəni Əsəddən yaxşı kişilər də olub, yaxşı kişilər də olub. O yaxşılar bəzilər deyərdi ki, İmam Baqirə ki, ağa biz nə eləmişik sənə? Deyirdi, səni demirəm, Hərmələni deyirəm, Hərmələni. O bizim ürəyimizi yandırıb. Kümmeyt İbn Zeyd adında böyük bir dənə şair var, böyük. Kufədəndir. 60-cı il Hicri ilində dünyaya gəlib. Yəni miladdan 680-da dünyaya gəlib, 724-də dünyasını dəyişib. Kümmeyt İbn Zeyd şəhid olub. Zeydin inqilabında, Zeydin qiyamında Zeydə kömək eləyirdi, şeirlər yazırdı. Elə bir şairdir ki, Fərəzdək kimi böyük şair Kümmeyt İbn Zeydə deyib ki, sən bundan qabaq və bundan sonra gələn bütün şairlərdən üstünüsən. Onun ən məşhur qəsidəsi Haşimiyyat qəsidəsidir. Peyğəmbər nəslinin, Bəni Haşimin, imamların nəslinə tərif, seyyidlərə tərif verib. Haşimiyyat qəsidəsi məşhurdur. Bunları niyə deyirəm sizə? Bunları ona görə deyirəm ki, o bəziləri ki deyir, bu Əhl-i Beyt davamçıları, bu nə bilim Yezdə-Girdin qızını aldı, İran şahının qızını aldı İmam Hüseyin, ondan oğlu oldu Zeynalabdin, bu şahın nəvəsi olduğuna görə biz İmam Hüseynə matəm, təəssüflər olsun ki, indiki zamanda, indiki dövrdə bunu deyən ağıl sahibləri var. Mən bunlar ağıl sahibi demək olar, yoxsa yox. Gecə-gündüz danışırlar, bəlkə də 2 də institut oxuyublar. Heyf onların oxuduqlarından, heyf o ömrə, təəssüf olsun o ömrə. Ona görə mən bunu deyirəm ki, Kümmeyt İbn Zeyd ərəb oğlu ərəbdir. Kufədə dünyaya gəlib, xalis ərəbdir. Onun Haşimiyyat qəsidəsini biz neynəyək? Öz adı nə vaxt dünyaya gəlib? Hicrətin 60, miladın 680. Yəni elə Kərbəla hadisəsi 61-də olub da. Yəni 1 yaşı olub Kərbəla hadisəsi olanda. O dövrdə kim ona gəlib demişdi Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti? Ona da Yezdəgird öyrətmişdi. Deməli, əzəldən Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti dünya müsəlmanlarının qəlbində var, ürəyində var. Kümmeyti bir dəfə gəldi İmam Sadiqin yanına. İmam Sadiq isə məhrəmli idi, özdə bu məhrəmli günləri idi. İmam Sadiq əleyhissalam Kümmeytə dedi ki, mənim üçün Cəddim Hüseynin matəmindən şeir oxu. Kümmeyt başladı oxumağa. O oxuyur, İmam Sadiq ağlayır. O oxuyur, İmam Sadiq ağlayır. Deyir, gəldi o Əli Əsxərin müsibətindən deyəndə, Kümmeyt şeirdə, Əli Əsxərin müsibətindən deyəndə, xanımlardan biri otaqdan çıxdı, balaca bir körpəni qoydu İmam Sadiqin qucağına, rəmzi mənadır. Deyir, orada İmam Sadiq şiddətlə, hönkürtü ilə ağladı. Bu, Əli Əsxərin müsibəti, 6 aylıq körpənin müsibəti və necə də ağır müsibət olmasın, bunu bir məqtəldə mən oxumuşam. Deyir, Muxtar, Allah rəhmət eləsin Muxtar, Allahın salamı olsun Muxtara. Muxtar qiyamında ki, Hərmələni tutdular, gətirdilər onun yanına. Dedi, Hərmələ bilirsən, səni ən ağır cəza ilə cəzalandıracağım. Amma bir sənə son sualım var sənə. Mənə de görüm, sən ki, qəlbi qəsavətlisən, mənə de görüm, heç olub ki, ürəyim kiməsə yansın, kiməsə rəhmin gəlsin. Hərmələ dedi ki, Muxtar, bilirəm aqibətim nə olacaq, ona görə mən də düzün deyəcəm sənə. Heç kəsə ürəyim yanmayıb mənim. Qəlbi qəsavətdə məşhuram mən.
Mən İmam Hüseynin sinəsinə oxu mən vurdum Kərbəlada Aşura günü. Ürəyim yanmadı. Həzrəti Abbasın gözünə oxu da mən vurdum. Onda da ürəyim yanmadı. Amma Muxtar düzün desən bir yerdə mənim də ürəyim yanıb. Harda ürəyin yanıb? Dedi 6 aylıq körpə ki, balaca əllərin atasının boynuna doladı. Orada mənim də qəlbim yandı. Mən bunu bilirsiniz də, hər il danışıram. Bu Əli Əsxərin bu müsibətini isə hər il danışıram. Danışırdım, kitabda yazılıb danışıram. Əlimdə sənəd var, danışıram. Amma özümə elə sual verirdim. Deyirdim ki, axı bu 6 aylıq körpə, qundaq mənim qucağımda. O boynu qucaqlaya bilməz axı. O boynu necə? Atasını mənə bax, elə ağlayırsa eyb yox, mənə bax. O atasının boynunun qucağımda 6 aylıq körpə, hə? Necə qucaqlaya bilər? Mən özümə bu sual qalırdı, amma dedim yazılıb da kitab danışırdım. 2 ildir, mən neçə il bundan qabaq bu yaxınlarda bir başqa bir məqtələ baxanda gördüm, orada bunun cavabı var. Cavabı necədir? Deyir, İmam Hüseyin 6 aylıq körpəni, və bax mənə, 6 aylıq körpəni belə qucağına tutmuşdu, danışırdı da qövmdən ki, mənim günahım varsa, tutaq ki var. Bu palanın nə günahı var, buna heç olmasa bir içim su verin, belə danışırdı. Gördü ki, bunlardan cavab gəlmədi, bunlar heç hərəkətə keçmədilər. İmam Hüseyin daha onlardan nəyinə baxsın ki, onların da. Ona görə balasına belə baxanda, o balanın susuz dodaqlarını gördü. Əyildi ki, Əli Əsxəri öpsün, həmən anda vurdu hərmələ oxu, həmən anda, əyilmişdi öpməyə, onda bala qucaqladı. Nə axır müsibətdir bu müsibət? Nə ürək yandıran müsibətdir bu müsibət? İndi İmam Hüseyin qayıdır xeymiyə. Allah heç kəsi xəcalət eləməz. Xüsusilə də atanı, ailə uşaq yanında çox ağırdır. İmam Hüseyin gəlir. Bax, neçə gündür uşaq susuzdur, hə? Susuzluqdan ağlayır. İmam Hüseyin də elə ağlaya-ağlaya götürüb körpəni gedib meydana, hə? Deyib ki, gedirəm balama su almağa. Yaxşı qulaq az. Aparıram balama su almağa aparıram. İndi İmam Hüseyin qayıdır, ağlamaq yoxdur, kəsilib. Nə güman eləyərsən, səni an verirəm Allaha, nə güman eləyərsən? Mən də olsam deyərəm, yəqin apardı, su veriblər balıya, ona görə sızdığı yatıb, ağlamağı dayanıb. Ona görə Səkinə gördü ki, Əli Əsxər İmam Hüseynin qucağında ağlamır, elə sevindi. Qaçdı xeybər. Qaçdı xeymədən, sevinə-sevinə. Ata, qardaşıma su aldın, elə deyə qaçır. İndi İmam Hüseynin bir dən halını al nəzərimə, gətir, nə hala düşər? Nə cavab verim bu qız, bu uşağın bacısına nə deyim mən, qızıma nə deyim mən? Nə deyim mən ona? Allah bir daha bizə müharibə göstərməsin. Hər şəhid xəbəri gələndə, valla biz bu halda olurdu. Hər şəhid xəbəri gələndə, mən gedib necə anıya deyim, mən necə atıya deyim, mən necə bacıya deyim, qardaşın ölü, şəhid ol, necə deyim bunu? Düzdür, şəhidli iftixardır, əzizlərim. Onlar bizim də, vətənin, hər bayrağımızı ucaldıblar. Allah onlardan razı olsun, ilal əbəd ərəb demişlər, qiyamətə qədər. Amma, axı bu xəbəri vermək var da, çətindir, valla çətindir. Nələr çəkdiyi Allah bir də göstərməsin. İmam Hüseyin heç söz deyə bilmədi, ancaq bunu dedi. Dedi, Səkinə qızım, əcəb su verdilər qardaşım. Əcəb sirab elədilər qardaşım. İndi kimə versin balanı? Rübaba versin. Necə mən anıya 6 aylıq körpə boğazında ox. Verə bilmədi, gətirdi xanım Zeynəbə verdi. Müsibətlər anası. Xanım Zeynəbə verdi. Mən bir məktəldə nə görmüşəm, deyir, qadınlar dövrə düzüldülər, dövrə düzüldülər.
Zeynəb birinci özü öpdü Əlyaz. Verdi Ummu Gülsümə. Ummu Gülsüm aldı, iylədi, öpdü, verdi Rübabə. Rübab öpdü balası. Verdilər Səkiniyə, Pafa, belə qucaqda gəzdirdilər. İlahi şahid ol özün, mən ağlıram balam gülür. İlahi şahid ol özün, mən ağlıram balam gülür. Yavaş yavaş yumur gözü, mən ağlıram balam gülür. Yavaş yavaş yumur gözün, ben ağlıram balam gülür. İlahi şahid ol özün, İlahi şahid ol özün, ben ağlıram balam gülür. Yavaş yavaş yumur gözün, ben ağlıram balam gülür. Yavaş yavaş yumur gözün, ben ağlıram balam gülür. Atıbdı her mələk oxun, kamanı saldı çininə. Əlində bənzədi bala, yaralı bir göyərçinə. Salar ölüncə bu yara, rübabı qəm kəməndinə. Anası öldürür özün, mən ağlıram balam gülür. Məndən denən bunu. İlahi şahid ol özün, mən ağlıram balam gülür. İlahi şahid ol özün, ben ağlıram balam. Yavaş yavaş yumur gözün, ben ağlıram bala. Ses ver mənə. Yavaş yavaş gülür. Mən oğlumu gətirmişəm, carimə fəda edəm. Gərək əzizimin qanı göyə səpəm diva edəm. Mən oğlumu gətirmişəm, nicarimə fəda edəm. Gərək əzizimin qanın göyə səpəm dua edəm. Ki ta tamamı aləmin bu eşqə aşinaya edəm. Deyəm bəlalərə dözün, mən ağlıram balam gülür. Mən ağlıram balam gülür. İlahi şahid ol özün, İlahi şahid ol özün, mən ağlıram balam gülür. Yavaş yavaş yumur gözüm, mən ağlıram balam gülür. Yavaş yavaş bir də de. Yavaş yavaş yumur gözün gülür. Yavaş yavaş yumur gözün. Nə su verimdi hər mələ, nə də tərəhhüm eylədi. Çəməndə bağiban ilə gülü təcəssüm eylədi. Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi. Behişdə döndərib üzün, mən ağlıram balam gülür. Mən ağlıram balam gülür. İlahi şahid ol özün,
Mən ağlıram balam gül. De məndən ilahi şahid ol özün. Yavaş yavaş yumur gözün. Yavaş yavaş yumur gözün.